صلی الله علیه و علی اهل بیته الطیبین الطاهرین المعصومین المکرمین سیما بقیت الله فی الارضین ارواحنا له الفدا. اعوذ بالله من الشیطان الرجیم. رب اشرح لی صدری و یسر لی امری واحلل عقدة من لسانی یفقهوا قولی. اللهم انطقنا بالهدى و الهمنا التقوی. Bir şəxsi ki, səfərə gedir və səfəri o qədər uzaq və çoxdur ki, 4 rəkətli namazların 2 rəkət qılacaq. Bu adam vacib oruc Mah Ramazanda tuta bilməz. Amma səfəri başlayanda bir adam ki istir müsafirəti başlansın, əgər günorta əzanından sonra səfərin başlaya, yəni o yerdəki vardı, vətənidir, ya bir yer idi ki orada 10 gün qəsdi qalmağı vardı, ya qalmışdı. Namazı tamamıdır biləxərə. Bir yerdəydi ki namazı tamamıdır. İstir oradan hərəkət eləsin, geçsin. Əgər günorta namazından sonra həddi tərəxxüsdən çıxa, hala bu həddi tərəxxüs inşallah sorularda deyilər. Yəni şəhrin o yerindən ki uzaqlaşa ki, şəhrin də əzanının səsi gəlmir, şəhrin binaları görüşmür. Ora deyərlər həddi tərəxxüs. Yəni müsafir çora çıxdı, ərzən bozu da eləyə bilər o 4 rəkətli namazların 2 rəkət qılsın. Əgər oruçdur, orucunu da yesin. Amma bir adam əgər günorta namazından sonra müsafirət başlanmağı da dedim nədir? O orucun tutacaq, orucun yeyə bilməz, orucu gərək tutaq. Amma əgər günortadan qabaq çıxsa nə cür, bunu da inşallah gələn cələsə ərz olunur. Bir bəhs inşallah mətrolu məhzərlərizə, hala neçə cələsə çəkə, Qur'ana raci edir. Oruçluq biləxərə hamantor ki Allahın qonaqlığı ayıdır, oruc ayıdır, Qur'an ayıdır da, bəndəlik ayıdır, Qur'an ayıdır, şəb-i qədr ayıdır. Bizim mütəəssifana bütün biz müsəlmanlar Qur'andan fasiləmiz çoxdur. Həm maarif əhl-i beytidən fasiləmiz var, həm Qur'anın maarifindən, Qur'anın fərmayişatından, sözlərindən fasiləmiz var. Bir Qur'ana raci inşallah bu bəhs mətrah olacaq ki, Qur'anın Allah təbarəkə və Teala özü Qur'anda Qur'anın nə cür tanıtdırıb? Qur'anın nə cür tanıtdırıb? Bir də Əhl-i Beytin fərmayişatında Qur'an nə cür tanınıbdır? Bu çox təsiri var insan. Görək ki Qur'anın o əhəmmiyyətin, əzəmətin, ərzişin, asarın, bərəkatına Qur'anın özündən ya Əhl-i Beytin fərmayişlərindən, sözlərindən mütəvəccüh ola. O insanın ayıqlığında çox əsər qoyar da. İnsanın irtibat qurmağında Qur'anından çox təsir qoyar da bu. Adam bir zadın nə əndazə ərzişin, əhəmmiyyətin,
mühüm olmağın öz yaşayışında çox dərk eləsə, onunla çox irtibat qurar, ona əhəmiyyət verər həyatında. Biraz tilavətə raci inşallah fürsət nə qədər olsa, tilavət-i Qur'ana raci, adab-ı tilavətə raci ki, mah mübarəkdə biləxərə Qur'an ayıdır da Rəbiul Qur'andır. Qur'anda mən müxtəsəri ərz edirəm. Bəzi ayətdə qurur ki, şifa və rəhmətdir Qur'an. Və əuzu billahi minəşşeytanirracim və nunəzzilu minəl Qur'an ma huvə şifaun və rəhmətun lilmüminin. Və biz Qur'andan göndərir o zatları ki, şifadır və rəhmətdir müminlərə və la yəzidu zaliminə illa xəsara. Bu Surə-i İsra'da ya Əsra'da 82-ci ayədir. Şifa və rəhmət. Ayrı ayədə buyurur ki, Qur'an insanları yapıb möhkəm, istihkamlı, əqvəm yola hidayət eləyəndir. İnnə hādəl Qur'an yəhdi lilləti hiyə əqvəm. Hiyə əqvəm. Bu da bu Surə-i Əsra'da var, 9-cu ayədir. O yola ki, əqvəmdir, möhkəmtərdir, paydartərdir. Da onun heç problemi yoxdur ha bu yolun. Mütməinni bizi məqsədə çatdırandır. Bir dənə səfərə gedirik. Bəzi yollar var ki, bu fər'i yoldan geçsəm, bu kənar yoldan geçsəm, şayad o şəhərə yetişəm, şayad da çatmayam. O birisi, məsələn, o balaca yoldan geçsəm, şayad çatam, şayad itəm. Amma bir yol da var, ona deyərlər, şahrah deyərlər, ona deyərlər, məsələn, bozorgurah deyirlər. Hatta bilməm buranın dilində, mən hamısı dedim, hamısı oldu fars, ərzən bu huzur. Baş yol, bir də baş yolundan gedir. Baş yol bizi məqsədə çatdıracaq. İtməyəcəyik arada. O yan bu yana getməyəcəyik. Əyilməyəcəyik sağa sola. Qur'an belə yola bizi hidayət edir. Ki Allahın bizi səadətə çatdırandır və liqa'i Allaha və ma'rifətullaha və ma'rifəti həqaiqi, aləmin həqaiqinin mərifətinə bizi çatdırandır. İnna səmi'na Qur'anan əcəbən yəhdi ilər-rüşd. Qur'an rüşdə hidayət eləyəndir. Xeyr o səlaha hidayət eləyəndir. Bir yazıda hidayət, insan rüşd ondadır, səlah ondadır, xeyr ondadır, saadət ondadır, xoşbəxtlik ondadır. Rüşd در مقابل غییdir ki inşallah باز işarə olar. Bəs şifa و rəhmət yəhdi lilləti hiyə əqvəmdir. Yəhdi ilə rüşd. Qabaqçı ayə də yəhdidir, bu da yəhdidir. Bəzi ayətdə təbir gətirib bəsair. Qəd cəəkum bəsair min rabbikum. فَمَنْ أَبْصَرَ فَلِنَفْسِهِ وَمَنْ عَمِیَ فَعَلَیْهَا. Qur'an sizə gətirib bəsair, bir zatlar ki, sizi gözünüzü açandır, sizə bəsirət verəndir, sizə agahlıq verəndir, sizi düşündürəndir, sizi bildirəndir, bəsirət verəndir sizə. Xob, قد جاءكم بصائر من ربكم. Rəbbinizin tərəfindən hər kəs فَمَنْ أَبْصَرَ فَلِنَفْسِهِ. Hər kim bu ayata təvəccühlə, bu aşina ola bu bəsairlə, öz mənfəətinədir. Bir adam da özün körlüğə vura, baxmaya, öz zərərinədir. Gözün yuma həqaiqi görməyə. Görür bu Allah tərəfindən. Necə ki, Resulullah'ın zamanında bazılar deyirlər ki, bu bəşər sözü deyil. Möcüzəliyinə etiqadları vardı. Amma mümin olmurdular. Əməldə qəbul eləmirdilər. Qul innəmə
اتبع ما یوحی الی من ربی هالا بصائر من ربکم و هدی و رحمه. باز burada bəsair də var və hidayət və rəhmət də vardır. O Surə-i İsra'da ya Əsra'da şifa və rəhmətidir. Burada hidayət, rəhmətdir. Görürsünüz, bəzi ayətdə bir sifəti gətiribdir. Bəzi ayətlərdə o, bəzi ayrı ayələrdə o neçə sifəti bir yerə yığıbdır. Qur'an nurdur. Nur, adam istəyir bir yerə vardı olsun, ora qaranlıq olsa xətərə düşər. Ayağı bürüdə yıxılar, qabağına bir zat çıxar, onu yıxar. Şayət bir xətərli bir zada əl vura, şayət bir xətərli bir zat buna hücum gətirə. Görmür ki. Amma nur olsa, görər ki, nəcat yolunu tapar, düz yolu tapa bilər. Xətərsiz yolu tapar. Xətərlərdən özün uzaq elər, qorxulardan özün uzaq elər. Nurdur, kitab-ı mübindir, yəhdi ilə subul-səlamdır. Bu, Surə-i Maidədə 15-ci ayə. Qəd cəəkum minəllahi nurun. Nurdur bu. Sizin həyatınızın qaranlıqların, zülmətlərin işıqlandırandır. Xob, və kitabun mubin və roşəngər kitabdır, aydın eləyən kitabdır, açıqlayan kitabdır, həqaiqi bizə göstərən və düşündürən kitabdır. Yəhdi bihillahu mən ittəbəə rizvanəhu subuləs-səlam. Allah bu nurunla, bu kitabın mübinlə hidayət elər o kəsləri ki təbəyyət eləyələr Allahın rizvanından, hara hidayət elər? Subuləs-səlam. Səlamətlik yolları. Səlamət yolları. Adamından artıq bizə dəstə aləmində. Həyatında adam bir yolda, bir məsirdə olar, bir caddədə olar ki, ərzən bozur, onun axırı səlam. O özü səlamət olar, bizi də səlamətliğə çatdırır. Dünyada və axirətdə. Səlamətlik yollarına hidayət elər Allah bu Qur'anla. Səlamət bütün məsaildə. Əqidəmizdə, əxlaqımızda, halal haramımızda, öz ailəmizin həyatında, bütün camiəmizin həyatında, böyük camiələrdə, bir millətin həyatında, bir ümmətin həyatında. Subuləs-səlam və yuxricuhum minəz-zulumat ilən-nur bi'idnih. Bir adam təbəyyət eləsə, bu Allahın rizvanından Allah hidayət elər bu Qur'an ilə subul-səlama və insanları o təbəyyət eləyənləri hidayət elər qaranlıqlardan işıqlara, nura, işıqlığa. Qur'an bir sifəti Furqandır. Qur'anın bir sifəti və bir adı Furqandır. Furqan yəni ayıran, fərqi qoyan, haqqı batildən, pisi yaxşıdan, qolaylığı gözəllikdən, düzü əyridən. İstəsək bulaq ki, Qur'anla ünsümüz ola. İstəsək düz yolu tapaq, hidayəti tapaq, rüşdü tapaq, nuru tapaq, subul-səlamı tapaq, Qur'anla gərək ünsümüz ola. Təbarəkəlləzi nəzzələl furqanə alə abdihi liyəkунə lil'aləminə nəzirə. Por xeyr və bərəkət, çox xeyirli və bərəkətlidir. O Allahi ki, nazil eləyib Furqanı öz bəndəsinə ta aləmləri inzar eləyə, aləmləri dəvət eləyə, inzar eləyə. Qur'an bəyandır və mauizədir və hidayətdir. Burada bu ayədə neçə sifəti bir yerə yığıbdır. Hada bəyanun linnas və hudən və mauizətən lilmuttəqin. Mauizədir, hidayətdir, bəyandır xalq üçün, bəyandır. Xob, bu axırın ayəni oxuyum, əraizim tamam.
Bir ayrı ayədə biz əvvəlincə ayə ki oxuduq Əsra surəsindən şifaun və rəhmətun lil-müminin və nunəzzilu minəl-Qur'ani ma huvə şifaun və rəhmətun lil-müminin. Şifat və rəhmətdir möminlər. İndiki bu ayədə oxuyuruq, nədən şifadır onu deyirik. Nədən şifadır? Şifaun ya eyyuhən-nas qad ca'akum mev'izatun min rabbikum. Moizə balatan, yuxarı moizə Allah moizələridir ha. Allah moizələridir. Sizə gəlib moizəyi Allah Rəbbinizin tərəfindən və şifaun lima fis-sudur. Qabaqçı ayədə mütləq dedi şifanı. Nədən şifa? İndi bu ayədə dedi şifa nədən? O dərdlərə ki sinələrinizdə var. Şirk dərdi, etiqadsızlıq dərdi, bi-etiqadi dərdi. Etiqadi, qələt etiqadların dərdinə dərman. Qolaylıqlara, rəzail əxlaqiyə dərman. O pis sifətlərə dərman. Şifaun ya eyyuhən-nas qad ca'akum mev'izatun min rabbikum və şifaun lima fis-sudur və hudan və rəhmətun lil-müminin. Və hudan və rəhmətun lil-müminin. Burada da, hala mən bir cümlədə ərz eləyim, Qur'an bəyandır. Bugün Qərb müddəiyə azadiyə bəyandır. Qur'anda deyim, mən bəyanı lin-nasam. Demiyoruz da lil-müminin, lin-nas. Bütün adamlara, bütün məxluqata bəyanım. Bugün müddəiyani təməddün aləmdə deyirlər azadiyə bəyan. Qur'anda deyir, mən də bəyanam da. Və niyə qoymurlar Qur'anın bəyanı deyilsin? Bəzi qərbi məmləkətlərdə, xiyabanda bəzilər gəlirlər Qur'ana otururlar. Bunlar cahildirlər. Baxın bir, haman rəftarı ki, Peyğəmbər zamanında ərəb cahili Qur'anla bərxurd idi, indi də modern cahiliyyəti Qərb Qur'anla o rəftar edir. Qərb cahiliyyəti də o rəftar edir. Qulaq asmır Qur'anın sözünə, bəyanına. Azadi bəyan, bunlar yalandır. Bismillah, Qur'an deyim, mən bəyanam da. Qoyun sözünü desin də. Niyə bəyan vurmazlar ki? Bəyanın müqabilində bəyan elərlər. Məntiqin müqabilində məntiq. O əfrad şayət cahildirlər. Vəli siz bunu qətən bilin, bunların dalısında servis-های casusiyə qərbilər və kuffar ən elmin, ağahanə, alimانə və əmdən və bilə-bilə bu işləri görürlər. Çünki niyə? Görürlər Qur'an bunların məmləkətlərində əyaq tutsad da onların mədəniyyətlərinə, kufr şirkin mədəniyyətinə yer yoxdur da. Qur'an olsa onlar olmayacaq. Pərverdigara, barilaha, bizim ürəklərimizi kitabıyla, nuruyla, hidayətiyle, şifavıyla biştər aşina elə. Pərverdigara, barilaha, bizim unsumuzu, ülfətimizi və əməl eləmağımızı Qur'ana gün artıq elə. Şəhədamız, üləmamız, ənbatımız, cəmi hazirin dünyaların dəyişənlər, İmam-ı şəhədə hamısını qəriq rəhmət elə. Xudaya bu ayın ibadətinə, orucuna, tilavət-i Qur'anına bizi müvəffəq elə. İmam-ı zaman əleyhissalatu və səlamın zuhurun yaxın elə. Və səlamu aleykum və rəhmətullah və bərəkatuh.